17 nömrəli tapşırığa baxırıq. Bir ildə Azərbaycanda sənaye sahələrinə qoyulan investisiyanın 55% xarici, 2,2 milyard manatı isə daxili investisiyanın payına düşür. Yəni 45%, düzdürmü? 45% ölkə daxili payına düşür. Bu edir 2 milyard 2,25 milyard. Və növbəti ildə ümumi investisiya. Gəlin görək bu ildə ümumi nə qədər investisiya qoyulub ölkəyə? 45%, 2,25-dirsə, 100% də x-dir. X bərabərdir 100%. Yəni ümumi investisiya qoyuluşu nə qədərdir? 5 milyar. Ben orada 5 sıfırlamışım. nə? 5 5 milyar milyar. dedim. 5 milyard. Əla. Deyir ki, növbəti ildə ümumi investisiya qoyuluşu 4,5 milyard manat olmuşdur. Nə qədər azalıb? 5'ten çıxırıq 4,5'i. Bəli, Yəni 0,5 4,5. milyard azalıb. Amma neçə faiz azalır deyirsə, 5-i 100% götürürsünüz. 10% bir de. Bəli, 0,5-i də x%. X ilə bərabərdir 10%. Yəni coğrafi məsələlər həqiqətən çox asandır. Sadəcə coğrafi məsələləri həll etmək üçün minimal riyazi bilik, tənasüb lazımdır. Tənasübü bilməyəndən sonra uşaqlar bəzən deyəndə xətirlənə deyir. Tənasübü bilmiriksə ali məktəbə hazırlaşmağın mənası yoxdur. Amma yəni bu məcazi mənada deyirəm təbii ki bunu. Çünki çox asan, riyaziyyatın ən asan mövzusu demək olar ki, tənasübü öyrənmək çox rahatdır və bunu biz bilməliyik minimum səviyyədə. Coğrafiyada bəzən uşaqlar qorxur ki, müəllim coğrafiyada məsələlər var, məsələlər çətindir. Xeyr, bu məsələ budur. Tənasübdür. 2 dəfə tənasüb qurduq sadəcə olaraq. Başqa bir şey deyil. O baxımdan da tənasübü riyaziyyatda minimal mövzu olaraq öyrənmək lazımdır. Yəni tənasibi yaxşı öyrənmək lazımdır ki, coğrafi məsələləri biz həll edə bilək.